Müasir düşüncəli və yüksək intellektli gənclərin müəyyənləşdirilməsi, onların ixtisas seçimində Daxili İşlər Nazirliyinin Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən təbliğat və təşviqat işləri davam etdirilir. Bu istiqamətdə Sumqayıt şəhəri Heydər Əliyev mərkəzində gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi mövzusunda orta təhsil müəssisələrinin 9, 10, 11-ci sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilir. Tədbirdə Sumqayıt şəhər polis idarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev, hazırda polis akademiyasında təhsil alan Sumqayıt şəhər orta məktəblərinin məzunları və gənc polis zabitləri iştirak ediblər. Görüşdə çıxış edən şəxslər şagirdlərə hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının virtual akademiya platforması, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə geniş məlumat verilir. Gələcəkdə akademiyada təhsil almaq istəyən şagirdlərə uğurlar və qəbul imtahanlarında müvəffəqiyyətlər arzulanır. Çıxış edən kursantlar və məzunlar yüksək səviyyədə hüquq təhsili verən, vətənə, dövlətə şərəflə xidmət edən polis əməkdaşları yetişdirən polis akademiyasında kursant olmağın üstünlüklərini, öhdəçilik və məsuliyyətini vurğulayaraq onların hər zaman ölkə rəhbərliyinin qayğı və diqqəti ilə əhatə edildiklərini bildiriblər. Sonda polis akademiyasındakı tədris prosesinə kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub. Tədbirin ikinci hissəsi isə Sumqayıt şəhər polis idarəsində davam etdirilir. Şagirdlər burada növbətçi hissə, müvəqqəti saxlanma yeri, təhlükəsiz şəhər otağı, kriminalist tədqiqatlar bölməsi, eləcə də postpatrul xidmət taborunun işi ilə yaxından tanış olub, xüsusi təyinatlı polis nəfərlərinin təlimlərini izləyiblər.